müharibə davam etdikcə Ukrayna tərəfi əldə etdiyi əraziləri boşaltmayacaqdır. Bu bir mənalıdır. Müharibənin gedişində tərəflərin birinin irəliləməsi, digərinin geri çəkilməsi bu Rusiya-Ukrayna müharibəsindən öncə də baş veribdir. Bundan sonra da müharibə olacaqsa oxşar hərbi taktiki irəliləmə və geriləmə mümkündür. Bu baş verəcəkdir. Söhbət bugün bu müharibənin yekunlaşmasından gedirsə, bugün baş verən proseslər müharibənin yekunlaşmasını göstərmir. Əksinə, bu günlərin Trumpın siyasəti nəticəsində baxmayaraq ki, Amerika Birləşmiş Ştatları da özünün beynəlxalq nüfuzunu kifayət qədər zədələdi, etibarlı və güvənilər bir müttəfiq kimi öz reputasiyasını körladı. Amma bundan da daha çox reputasiyası körlanan ölkə Rusiyadır. Rusiyanın bilirsiniz ki, keçən illərin İranla strateji müttəfiqlik haqqında saziş imzalanmışdı. Amma bu günlərin Amerika Birləşmiş Ştatları Rusiyanın İranın arxasından çəkir və İranı dilemma qarşısında qoyur, müharibə ilə təhdid edir və İran tərəfi də bundan geri çəkilməyəcəyini bildirir. İran məsələsini Talih bəy sonra danışarıq, çünki geniş mövzudur. Etibarsız tərəfdaşa çevrilməsi, yəni Trumpın siyasəti əslində Rusiyanı xilas etmək deyil. Bu, bizim indiyə qədər, necə ki, 2-ci Qarabağ müharibəsində Azərbaycan hərb tarixində yeni hərbi taktikalardan, yeni hərbi addımlardan istifadə elədi və bu, bugün NATO tərəfindən də öyrənilir. Mən deyərdim ki, Trumpın Rusiya yönəlik siyasəti birinci və ikinci dünya müharibəsində baş verən proseslərdən kifayət qədər fərqli olan bir senaryo. Çünki deyir, tarix bir dəfə yaşandı, o ikinci dəfə təkrar olunmur. Birinci və ikinci dünya müharibəsi mərhələsində baş verən proseslər indi təkrarlanarsa, yəni ki, Rusiya tərəfi buna inanmaz. Təbii ki, Putin o qədər də sadəlif insan deyil. Amma bugün elə gedişlər olmalıdır ki, elə addımlar atılmalıdır ki, bu həm beynəlxalq aləmdə bir çaşqınlıq yaratmış olsun, həm də Rusiya tərəfində bir inan, bir ümid yaratmış olsun. Bugün müharibənin uzanan hər günü Rusiya üçün yenidən milyardlarla vəsait itkisi deməkdir, Rusiya üçün şəxsi heyət itkisi deməkdir və Rusiya bugün üçün müharibənin qalib tərəfi deyil.